Deməli, məlumat. Gecə yatmamışam da bilirsiniz də. Deməli, Əli Kərimli Bicbalaoğlu Bicbala. Deməli, neçə il bundan əvvəl deməli, cəbhədə bir dənə oğlan olub. Əli Kərimli bunu elə bir ki, yaxın adam olub, 3 nəfər olublar. Bu qruqda Əli Kərimli, bir nəfər, bir də bu oğlan. Hardan pul almaq lazımdır? Əli Kərimli bu qaqaşı göndərib Karoca 80 min birindən, 50 min birindən, başa düşdüm, pul götürüb. Kim ki pulu verməyib, sonra içəriyə bastırıb onları. Mənə o qaqaşın tanış adamı çıxıb, dostu çıxıb Karoci. Karoci qaqaş görüb ki, ala da oldu, ala bundan pul alıram, sabah gedir bu içəri. O birisindən pul alıram, o birisi gedir içəri Karoci. Qaqaş cırıb aradan Karoci. Gəlib xiyara deyib ki, Əliyə, bağışla Karoci, mən daha şey deyə bilmirəm də, sənə bir yol gedə bilmirəm. Daha deməyib də, necə, yalandan fırladıb ki, ailə problemlərinə görə. Deyir Orxan, inarsan, o qaqaş deyir ki, əgər mən getsəydim, yəni də şey desəydim, mənə də basacaqdılar içəri. Bir də deyib ki, Əli Kərimlinin 4-5 yerdə Karoci evi, villası zadı var. Bunu gizlin saxlayır, başa düşdün. Ferması zadı var Karoci, hansı rayonların birində. Bu Karoci da ala dolanır da qaqaş, imkan verin dolansın da, ay Rafael, ay Elmi. Niyə vurursunuz, ay xəyyam, niyə vurursunuz əlini? İnsan gül kimi belə tərtəmiz, alın təri ilə, zəhməti ilə pul qazanır. Qoy qazansın da. Uğraş da dün elə mənə bu qaqaş bunu deyəndə şoka düşdüm. Özü o qaqaş deyir ki, Karoci, bu İlhamın qucağındadır da, konkret. Yəni bu İlhamın qucağındadır, bunun prezident olmaq fikri yoxdur. Yəni bu ancaq publikaya oynayır da prosta. Bu İlhamın adamıdır. Vəssalam. Mən ona görə yazdım da bro. Rafael kurs ol günə. İstəsə canlı yayında deyə bilərsən. Gicdillah belə kimə belə kimsə pul verir, belə bastırır sənə petuq yığılır, petuq. Amma belə qəhbə müxalifətə görə bu Əliyevlər hələ də hakimiyyətdədir. Tanıyıram onları. Rafa salam, salam. Tanıyıram onları. Hələ bilir, Əli Kərimli dost raqa basar. Ondan nə istəyən gözləmiyorlar, soxum onun ağzına. Bu qabili boş verin, nə var? Qabil özünüz bilirsiniz ya, daha kimdir, daha adını çəkmirəm. O mayor kimdir, ay Tahir? O da təzə çıxdı ortaya. Dolublar Avropaya, özüm biləm. Qabilin başını bıraxın. Belə də hakimiyyətə kim gəlir gəlsin. Xəyyam, sən demişkən. Bizdə bu Əliyevlər getsin. Əliyevlərdən pisi gəlməyəcək ki, qardaşım. Vəssalam. Amma bizdə bu Əli Kərimli zırığına bu müsavatçılar, zatlar gəlməsin. Bu köhnə müxalifət. Bunlar gəlsin millətin anasını ağladacaqlar. Baba uğraş belədirlər.